Qadın olmaq istəmir. Qadın deyir, mən niyə qadın olmalıyam ki? Ona görə Quran kitabı açıq deyir. Qadın bir addım geridədir kişidən. Həzm eləyin indi bunu. Həzm eləyə bilmirlər. Biz bərabərik. Deyirəm, harda bərabərsiz? Elmdə, ədəbiyyatda, idmanda, intellektual oyunlarda, maşın sürməkdə, dərzilikdə, aşpazlıqda göstərin mənə harda bərabərsiniz. Bəli, elə qadın var ki, 100 kişidən ağıllıdır. Amma 101-ci ağıllı kişi gələnə qədər. O beyrək gələnə qədər Banu Çiçək çox qəhrəmandır. Vallah, çox qəribə bir zamanaya gəldik, çatdıq. Bunu kim bunu biz yaratmışıq. Allah bunu açıq deyir kitablarında. Konfutsi bunu deyir, Vedalar bunu deyir. Buna elə qaz verdilər ki, indi qadın olmaq istəmir. Mən uduzuram. Mən dekretə gedirəm, mən uduzuram. Mən dünyaya uşaq doğuram, uduzuram, karyerada geri qalıram. Okey, sən indi karyera ilə məşğul olacaqsın. Qədim Çinlilərin bildiyi ki, qadın təbiəti var, kişi təbiəti var, in, yan, ağ və qara rənglə rənglədilər ki, bu qədər fərqlisiz siz bir-birinizdən. Bu qədər fərqlisiz. Qədim 2000 il, 5000 il əvvəl insanlar qadın və kişi təbiəti haqqında bizdən daha çox bilirdilər. 21-ci əsrin pivecilərindən daha çox bilirdilər. İndi heç nə bilmirlər. Deyirəynik. Kişi qəhrəman olmalıdır. Mütləq üstün olmalıdır. Boyda da üstün olmalıdır. Qazancda da üstün olmalıdır. Boyda balacadırsa Napolyon kimi bir şeylər eləməlidir ki, hər kəsi diqqəti özünə cəlb eləsin. Onun motivasyonu güclüdür. O buna odaqlanmış vəziyyətdədir. Hə, qadınları buna eləmək mümkün deyilmi? Mümkündür. İnsanda mümkündür. İnsanda elə bir imkan var ki, kişi qadın da ola bilər, qadın kişi də ola bilər. Var bizdə belə bir imkan. TikTok açın, qadınlaşmış kişiləri görəcəksiniz. Elə də naz eləyir ki, əsl qadın kimi. Elə qəmzə göstərir ki, əsl qadın kimi. Bəzən qadınlardan daha istedadlı.